Bugün sizlərə qarğıdalını suda düzgün şəkildə necə bişirmək olar, onun sirləri ilə bağlı məlumatlar verəcəm. İlk öncə qarğıdalları qabığından təmizləyirik. Diqqət edin, saçaqlarını qətiyyən atmayın. Onları qurutmaq üçün kənara yığırıq. Təmizlənmiş qarğıdalları qazana yerləşdirib, üzərinə soyuq su əlavə edirik və ocağa qoyuruq. Qarğıdalının özü isə zəngin lif mənbəyidir. Həzm sistemini əla işlədir. Tərkibində B qrupu vitaminlərlə və maqneziumla zəngindir. Təxminən 15-20 dəqiqə qaynadıqdan sonra bura zövqə görə duz əlavə edirik. Duzu mütləq bu mərhələdə tökmək lazımdır. Əgər duzu ən başdan soyuq suya töksək, qarğıdalı dənələri sərtləşəcək və bişmə zamanı da uzanacaq. Daha sonra yenidən 10 dəqiqə qaynadıqdan sonra artıq qarğıdallar hazırdır. Əgər qarğıdallar bişən kimi dərhal qaynar sudan çıxarıb havaya qoysanız, temperatur fərqindən dənələr bürüşəcək və quruyacaq. Ona görə ocağı söndürdükdən sonra qarğıdalları qazanın içində öz suyunda 10-15 dəqiqə saxlamaq lazımdır. Beləcə dənələr suyu canına çəkir və dolğun və parlaq olacaq. Həm də dadı bu zaman daha gözəl olur. İndi isə keçək kənara qoyduğumuz qarğıdalının saçaqlarına. Onların xarab, pis hissələrini təmizləyib, yağlı kağız və ya təmiz bir parça üzərində günəş düşməyən kölgə və havalı bir yerdə qurumağa qoyuruq. Tam quruduqdan sonra steril bankalara yığıb ağzını bağlayırıq.